Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının ailə üzvlərinə məxsus şirkətlər məlum olub. Həmin şirkətlər partiyaya sədrlik uğrunda mübarizə aparan Elçin və Günay Ağamalılara aiddir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən Elçin Ağamalının qanuni təmsilçisi olduğu iki şirkət vardır ki, bunlar Lavida və Altus məhdud məsuliyyətli cəmiyyətlərdir. 2005-ci ildə 5 saylı ərazi vergilər idarəsində 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmış Lavida hazırda passiv vergi ödəyicisidir. Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsi ev 6771 M114-də yerləşir. Şirkətə vergi məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2021 və 2022-ci illərdə hər il üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilib. Altus MMC isə 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan mülkinin hüquqi ünvanı Nərimanov rayonu Məsud Əlizadə küçəsi ev 112 M10-da yerləşir. Altus şirkətinin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3923,19 manat vergi borcu da mövcuddur. Bundan əlavə, şirkətə vergi məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2011, 2013, 2015, 2017, 2020, 2025-ci illərdə hər il üzrə 40 manat, 2022-ci ildə isə 2 hal üzrə 80 manat maliyyə sanksiyası tətbiq edilib. Məlumat üçün bildirək ki, 2022-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12-də ünvanında yerləşəcək ümumi sahəsi 617,24 km olan obyektin tikintisi üçün Günay Ağamalıya icazə verib. Bu tağ ötən ilin sentyabrında məlumat yayaraq bağça üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikildiyini, zirzəmi və birinci mərtəbəsinin artıq inşa edildiyini açıqlayıb. Qeyd edildi ki, 4,5 sotun içərisində mövcud olan qeyri-yaşayış sahəsinin bütün sənədləri hazırdır. Bağçanın satışa çıxarıldığı, qiymətinin isə 1.500.000 manat olduğu göstərilib. Bundan əlavə, ötən il aqrar kredit, GSC kredit müqaviləsinə dair mübahisələrlə bağlı Fəzail Ağamalı, övladları Günay və Elçini, eləcə də nəvələri Ağamalı Samirə Akif qızı, Ağamalı Kamran Yalçın oğlu, Ağamalı Orxan Yalçın oğlu, Agrikola şirkətini və İmanova Suğra Sevindik qızı adlı vətəndaşı məhkəməyə verib. Həmin vaxt Fəzail Ağamalı açıqlama verərək deyib ki, kredit bir müddət əvvəl Agrikola şirkəti üçün götürülüb. Lakin pandemiya dövründə şirkətin işi axsayıb. Bu baxımdan kreditin ödənilməsində müəyyən problem yaranıb. Məhkəmə söhbətindən sonra Aqrar Kreditin rəhbərliyi ilə danışıqlar aparılıb və kreditin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub. Sonradan iddiaçı tərəf də məhkəməyə ərizəsini geri götürüb. Xatırladaq ki, oktyabrın 25-də Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb. Fəzail Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda Fəzail Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb. Fəzail Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb. AVP-nin təşkilati məsələlər üzrə sədr müavini Elçin Ağamalı bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıb. Mənbə: İqtisadiyyat, AZ.